Bu günləri bildiyiniz kimi Azərbaycan Dövlət Neft Sənaye Universitetində 28-ci NASCO konfransı keçirilməkdədir. Bu illəri konfransa rekord sayda müraciət daxil olmuşdur. Digər illərə münasibətdə bu illəri məsəl üçün 649 iştirakçı müraciət etmişdir öz konferans materialları ilə. Onların arasından konferansın tələblərinə uyğun olaraq 610 iş seçilmişdir. Bu da 93% deməkdir ki, konferansın yüksək səviyyədə keyfiyyətə malik olması haqqında bizə məlumat verməkdədir. İstər iştirakçı sayına görə, istərsə də konferansa göndərilən materialların keyfiyyətinə görə bu ilki NASCO konferansı belə deyək ki, ən yüksək səviyyədə bütün rekordlara malik olmuşdur. Bu konferans ümumiyyətlə ölkəmizdə gənc tədqiqatçıların və doktorantların tədqiqat qabiliyyətinin artırılması, müxtəlif elmi nəşrlərin beynəlxalq standartlara yazılması ilə bağlı təcrübələrinin artırılması üçün çox geniş imkandır.